Salam uşaqlar, bu günlərim atomun quruluşu ilə tanış olacağıq. Ümumiyyətlə biz dedik ki, atom ən kiçik hissəcikdir, bölünməz hissəcikdir və atomun nüvəsində müsbət yüklü protondan və gücsüz hissəcik olan neytronlar vardır. Təsəvvür edin ki, bu atom özüdür və tərkibində nə var? Nüvəsi var. Nüvə nədən ibarətdir? Nüvə protondan və neytrondan ibarətdir. Proton dedik ki, müsbət yüklüdür, neytron isə gücsüz hissəcikdir. Nüvənin ətrafında elektronlar dövr eləyir ki, həmin elektronlar da mənfi yüklüdür. Hər hansı bir elementin sol aşağı hissəsində protonları, bu ortada neytronları, yuxarıda isə onun nisbi atom kütləsini biz qeyd edirik. Sağ aşağıda elektronları, burada isə yükünü qeyd etmiş oluruq. Elementin nüvəsində dedik protonla neytron yerləşir. Baxın, neytron gücsüz hissəcik olduğuna görə nüvənin yükü elə bərabərdir nəyə? Protonlara və həmçinin protonlarda sıra nömrəsi deməkdir. Yəni elementlərin dövr sistemi cədvəlində sıra nömrəsi, onların elə protonlarının sayı nəzərdə tutulur. Elementin kütləsini tapmaq üçün, atom kütləsini tapmaq üçün onun neytronları ilə protonlarını toplamaq lazımdır. Neytronlarını tapmaq üçün təbii ki, atom kütləsindən protonlarını çıxırıq. Protonlarını tapmaq üçün isə atom kütləsindən neytronlarını çıxmaq lazımdır. Məsələn, gəlin baxaq hər hansı bir elementə. Bu arada burada yükünü qeyd etdik. Elementin yükü mənfi və müsbət ola bilər. Əgər mənfi yüklüdürsə anion, müsbət yüklüdürsə kation adlanır. Hər hansı bir elementin, deyək ki, sol tərəfində dedik ki, protonları yerləşir. Məsələn, gəlin bir element götürək. Deyək ki, alüminium. Alüminiumun protonlarının sayı 13-dür. Kütləsi isə 27-dir. Dövr sistemi cədvəlinə baxsaz görərsiniz. Əgər neytronunu tapmaq istəyirəmsə, mən 27-dən 13-ünü çıxacağam. Deməli, bunun 14 dənə neytronu var. Elektronlarının sayı isə neytral atomda protonların sayı elektronların sayına bərabərdir. Neytral atom demək, yəni burada heç bir yükü olmayan element deməkdir, atom deməkdir. İndi gəlin mənfi yüklü ilə tanışırıq. Məsələn, deyirəm ki, tutaq ki, kükürt. Kükürdün protonları 16-dır, kütləsi 32-dir və üzərində tutaq ki, mənfi 2 yükü var. Bu zaman protonları olar 16, neytronları 32-dən 16 çıxsaq 16, amma elektronlarını tapmaq üçün biz 16-nın üzərinə 2 gələcəyik, 18 dənə elektronu olacaq. Mənfi yüklüdürsə, deməli 2 elektron almış sayılır. Müsbət yüklü baxaq. Deyək ki, kalsiyum 2 müsbət. Kalsiyumun protonları 20-dir, kütləsi 40-dır. Onda bunun protonları 20-yə bərabərdir. Neytronları yenə 20-yə bərabərdir. Elektronlarını tapmaq üçün protonlarından 2-ni çıxacağıq. 20-dən 2-sini çıxacağıq. Qalacaq nə? 18. Deməli, 18 elektronu var. Deməli, dedik ki, ionlar mənfi və müsbət yüklü olur. Mənfi yüklülər anionlar, müsbət yüklülər isə kationlar adlanır. Sonra, məsələn, mənfi yüklərdə deyək ki, tutaq ki, kükürdüydü 16, 2 mənfi. Baxın, bu protonu 16-dır, elektronları isə 18. Demək, mənfi yüklərdə elektronlar protonlardan, elektronlar böyükdür proton. Amma müsbət yüklərdə bu əksinə olacaq. Məsələn, deyirəm ki, tutaq ki, natrium 11, buraya yazıram müsbət. Baxın, protonu 11 dənədir, amma elektronu 1 çıxdığımıza görə 10 dənə. Deməli, proton böyükdür elektron. Testin içində də bununla rastlaşacaqsınız. Sonra, biz bu günlərim izotoplarla da tanış olacağıq. İzotop nədir? Protonları eyni olan. Məsələn, deyirik ki, hidrogenin 3 izotopu var. 1, 1, 1, 2, 1, 3. Yəni, protium, deuterium və tritium adlanır. Protium, deuterium, tritium. Fikir versəz, bunların protonları üçü də eynidir. Protonları eyni olanlara izotop deyilir. Neytronları eyni olanlara isə izoton deyilir. İzoton, neytronları eyni olan. Məsələn, deyirəm ki, magnezium və natrium. Deyirəm ki, magneziumun kütləsi 24-dür, sıra nömrəsi 12-dir. 24-dən 12-sini çıxdın, 12 neytronu var. Alüminiumda 20, natriumda 23-dür, 11-dir. 23-dən 11-ini çıxdın, qaldı 12. Deməli, bunlar bir-biri ilə izotondular. Sonra izoelektronlar var ki, elektronları eyni olan. Məsələn, deyirəm ki, məsələn, flor 9 mənfi,
və deyirəm ki, natrium 11 müsbət. Bax, 9-un üstünə 1 gəlsən 10 elektronu var, 11-dən 1-in çıxsan 10 elektronu var. Elektronları eyni olduqlarına görə onda bunlar da izoelektrondur. Və izobarlar. İzobar nədir? Yəni atom kütlələri eyni olan. Məsələn, kalsiumun da kütləsi 40-dır, argonun da atom kütləsi 40-dır. Bunlar bir-biri ilə izobardılar. Sonra dərsimiz çox balaca bir dərsdir. Diqqətlə qulaq asın, testləri işləyək.